Salam hörmətli müdavimlər, mən İbrahim. Bugünkü dərsimizdə mənə ən çox ünvanlanan suallardan biri əmək məcəlləsi kimlərə aid edilmir, kimlərə şamil edilmir haqqında olacaq. Həqiqətən də əmək məcəlləsinin müvafiq maddəsində bunun haqqında geniş məlumat var. Əmək məcəlləsinin 6-cı maddəsində M6 yazırıq. Həmçinin deyim ki, mən qısa formalarda yazacağım və danışdıqca siz ondan geniş formada yazın. Əmək məcəlləsinin 6-cı maddəsində bir qrup şəxslər var ki, onlara əmək məcəlləsi şamil edilmir. Bunlar kimlərdir? Hərbi qulluqçular, mən hərbiçilər yazacağım. Hərbiçilər. Daha sonra məhkəmə hakimləri, buradakı plus işarəsi layihələr şəkilçisidir, yəni cəmdə yazıram. Məhkəmə hakimləri, daha sonra deputatlar, bir də bələdiyyəyə seçilmiş, bələdiyyə sədrlərdə bələdiyyəyə seçilmiş şəxslərdir. Şəxs yazacağım, biləsiniz, şəxs. Bildiyimiz kimi, əmək məcəlləsinin 6-cı maddəsində davamı olaraq digər qrup şəxslər də var ki, onlara da əmək məcəlləsi şamil edilmir. Bunlar kimlərdir? Belə deyim mən sizə, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayaraq Azərbaycan Respublikasının ərazisində hər hansısa bir müəssisədə fəaliyyət göstərən əcnəbilərə də Azərbaycan Respublikasının əmək məcəlləsi şamil edilmir. Yəni, bu nə deməkdir? Hər hansısa bir X ölkədə əmək müqaviləsi bağlayır əcnəbi, bir xarici vətəndaş, həmin ölkənin vətəndaşı, gəlir Azərbaycanda müəssisə dedikdə burada filial ola bilər, nümayəndəlik ola bilər, hər hansısa bir dillər ola bilər, gəlir burada fəaliyyət göstərir. Bu zaman Azərbaycan Respublikasının əmək məcəlləsi onlara şamil edilmir. Həmçinin sual verə bilərsiniz ki, niyə hərbiçilərə, məhkəmə hakimlərinə, deputatlara, belediyə seçilmiş şəxslərə əmək məcəlləsi şamil edilmir? Çünki, belə deyim, hərbi qulluqçuların əmək məcəlləsinin istifadə edilməməsinin səbəbi bu şəxslərin vəzifə və öhdəlikləri hərbi nizamnamələrlə tətbiq edilir və ya müəyyən edilir. Eynilə, müvafiq qanunlarla məhkəmə hakimləri, deputatlar, belediyyə seçilmiş şəxslər də belə bir qanunvericiliklə onların da vəzifə və öhdəlikləri təyin edilir. Daha sonra bir qrup şəxs də var ki, onlar mülki hüquqi müqavilələrlə işləyən şəxslərdir. Bunlar hansılardır? Patronat işçilərdir, tapşırıqdır, komisyondur və s. bu kimi işlərdə işləyən və fəaliyyət göstərən şəxslərə də əmək məcəlləsi şamil edilmir. Dinlədiyiniz üçün təşəkkür edirəm. Videonun şərh bölməsində sizi maraqlandıran sualları yazıb qeyd edə bilərsiniz. Videonu bəyənərək kanala abunə olsanız şad olaram. Təşəkkür edirəm, minnətdarım.